Deyir ki, Kamal əvvəl pulunun 6-da 1-ni, sonra isə qalanın 5-də 2-sini xərcləmişdir. Kamal ümumilikdə 30 manat pul xərclədiyinə görə əvvəldən nə qədər pulu var? Baxın, mən Kamalın puluna x yox, mənə hesablama cəhətdən daha rahat olsun deyə 6 və 5-in əkobunu tapacağam, edəcək 30. Mən Kamalın əvvəlki puluna 30x deyir. Pulunun 6-da 1-ni xərcləyir. Yəni bunun 30x manat pulu var idi, onun 6-da 1-ni xərclədi. 6-da 1-ni taparam 30x-in. Cavab edər 5x. Sonra isə qalanın. Baxaq görək nə qədər qaldı. 30x manat pulu var idi. 5x-in xərclədi. Qaldı 25x. İndi bu qalanın, yəni 25x-in 5-də 2-sini xərcləyir. Nə edəcəm? 25-in 5-də 2-sini tapacağam. Yəni 25-i 5-də 2-yə vuracağam. İxtisarlarımı aparacağam. Cavab edəcək 10x. 5x-in 1 xərcləyir, 10x-in 1 xərcləyir. Toplamda nə qədər pul xərcləyir? 15x qədər pul xərcləyir. Bu xərclədiyi pul 30 manatdır. Yəni bu 15x 30-a bərabərdir. Buradan da x bərabər 30 bölü 15, yəni 2. Kamalın əvvəlcə 30x qədər pulu var idi. Yəni 30 vurulsun x qədər pulu var idi. Mən axı x-i tapdım. Onda 30-u 2-yə vuraram. Cavab edər 60. Demək ki, Kamalın 60 manat pulu var idi. Cavab A variantı.